Deməli, bu suallar deyir ki, first come first served alqoritmi ilə birinci gələn birinci işini görər alqoritmi ilə. Sıralamada budur. P2, P1, 0. P2, P1, P0. Average, hani bu. For process as follows. Average waiting time hesablayın. Average waiting time necə hesablanır? Bu şeydir. Hazır verib. P2 0-cı saniyədən 1-ci saniyə kimi işləyir. P1 1-ci saniyədən 2-ci saniyə kimi işləyir. P0 2-ci saniyədən 18-ci saniyə kimi işləyir. X-ə bir rəqəm verək. Məsələn, 3 nəticəsi arası 5 olsun. P0 0 ilə 1 arası işləyir. Demək ki, P0 neçə saniyə gözlədi? 0 saniyə. P1 1 ilə 5 arası işləyir. Demək ki, P1 neçə saniyə gözlədi? 5 saniyə. P0 da 5 ilə 18 arası işləyir. Demək ki, P0 da 5 ilə 18 arası işləyir. 5 saniyə gözlədi ki, benim içimdə 1 ilə 5 arası işləyirsə, birinci saniyədə girdə. Sirkuya 1 saniyə gözləyir. Bu da 5 ilə 18 arası işləyirsə P0. 5 bu da X-ə verdiyim qiymətdir. Demək ki, bu da 5 saniyə gözləyir. Average gözləmə vaxtı da deyirsə, average waiting time bunların ədəd ortasıdır. 1,05-in ədəd ortası 2-dir. Yəni, əslində bu belədir. 1 plus X bölüşdür. Ümumi düstur şəklində baxanda.